ictimai tarixində Azərbaycanda ilk dəfə olaraq English School Bakının təşkilatçılığı ilə Özbəkistan universitetlərinin təhsil sərgisi keçirilib. Cross Media xəbər verir ki, tədbirin məqsədi Azərbaycanla Özbəkistan arasında təhsil əməkdaşlığını gücləndirmək olub. Sərgi Özbəkistan Ali Təhsil Nazirliyi, Özbəkistanın Azərbaycandakı səfirliyi, AMA Mərkəzi Elmi Kitabxanası və crossmedia.az analitik informasiya portalının tərəfdaşlığı ilə keçirilib. Açılış mərasimində AMA-nın prezidenti akademik İsa Həbibbəyli, Milli Məclisin deputatları Müşfiq Cəfərov, Aydın Hüseynov, Ceyhun Məmmədov və Özbəkistandan yüksək səviyyəli nümayəndələr iştirak ediblər. Çıxışlarda Azərbaycan və Özbəkistan arasında dostluq və qardaşlıq münasibətlərinin təhsil, elm və mədəniyyət sahələrində inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Akademik İsa Həbibbəyli o cümlədən millət vəkilləri çıxışlarında iki ölkənin ədəbi-mədəni əlaqələrinin gücləndirilməsi, təhsil və elm sahəsində görülməsi vacib olan işlərdən danışıblar. Çıxışçılar English School Bakının yüksək təşkilatçılığını təqdir edərək, gələcəkdə də bu cür sərgilərin təşkil edilməsini vacib məqam kimi açıqlayıblar. Özbəkistan universitetlərinin nümayəndələri çıxışlarında sərgini maarifləndirici olmaqla yanaşı, mədəni dəyərlərin paylaşılması baxımından da əhəmiyyətli platformaya çevrildiyini vurğulayıblar. Özbək qonaqlar bu təşəbbüsün Azərbaycan və Özbəkistan arasında təhsil sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət etdiyini söyləyiblər. Sərgiyə böyük maraq olub. Azərbaycanlı ziyarətçilər, xüsusən də gənclər, Özbəkistan universitetləri ilə, onların imkanları ilə və digər məsələlərlə maraqlanaraq qarşılıqlı əlaqələr qurublar.